Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. İnsan daxili aləmində, ruhunda daim qayıdış həsrəti yaşayır. Haradan gəldiyini, kimə mənsub olduğunu anlamaq istəyir. Bu axtarış dünya həyatında gerçəkləşir. Burada isə müxtəlif kimliklər var. Kim ki qəlbinin dərinliyində bu ilahi çağırışa, əbədiyyət hissinə sarılar, o həsrəti də anlayar, adiyyatı da idrak edər. Lakin fitrət səsinə qulaq asmayanlar nə vüsalı dərk edər, nə də ona qovuşmağı. Qurani Kərimdə buyurulur: biz sizi bir tək nəfisdən yaratdıq. Həqiqi mənsubiyyət də, həqiqi kimlik də yalnız yaradanla qurulan bağda gizlidir. Bugünkü verilişimizdə aidlik hissi və insanın kimlik axtarışı mövzusunu qonağımız, ilahiyyatçı xanım Fatimə Zəhra Məscidinin imam müavini Fərid Qasımzadə ilə birgə müzakirə edəcəyik. Fərid müəllim, xoş gəlmisiniz. Necəsiz? Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adı ilə çox təşəkkür edirəm. Yaxşı olasınız, minnətdarım sizə. Biz təşəkkür edirik. Hər bir insanda aidlik adlanan bir his mövcuddur. İnsan həyatda özünü birinə, bir yerə və ya müəyyən bir dəyərə bağlı hiss etmək istəyir. Bu duyğu bəzən şəxslərə, bəzən məkanlara, bəzən də müxtəlif şeylərə yönəlir. Fərid müəllim, ümumiyyətlə insanın özünü aid hiss etməsi nə qədər əhəmiyyətlidir? Bu hissin insan üçün müsbət və mənfi tərəfləri nədən ibarətdir? Çox önəmli bir mövzudur. İnsan nə qədər ki yaşayır, o qədər ömrü ərzində, bu müddət ərzində onun daxilində bu hiss olur. İnsan özünü aid hiss etmək istəyir. Bu aidlik sadəcə şəxsə bir bağlılıq halı deyil. Bu aidlik hər hansı bir müəssisəyə də ola bilər, bir qrupa da ola bilər, bir cəmiyyətə də ola bilər. İnsan özünü aid hiss edəndə onda kimlik axtarışında olduğu üçün bu kimlik axtarışının nəticəsi kimi baxır bu aidlik prosesinə. Bu nə deməkdir? Yəni insan özünə uyğun insanları tapdıqda, özünə uyğun bir qrup tapdıqda, özünü cəmiyyətə uyğunlaşdırmağı bacaranda, bu halda artıq o bütövləşmiş olur. Çünki biz bir çoxumuz beləyik ki, təbii ki, özümüzə yaxın düşüncədə olan insanları ətrafımızda istəyirik. Aidlik hissi bizə ilk mənada eyni hissləri bölüşə bilməyimizi bəxş edir. Bu o deməkdir ki, insan özünə uyğun düşüncədə olan insanların ətrafında istədiyi mövzulardan danışa bilir, özünü yaxşı və rahat hiss edir. Çünki bilir ki, özünə uyğun insanlardır. Əlbəttə, bunun müsbət xüsusiyyətləri olduğu kimi, insan özünü bağlı, aid hiss edəndə, xoş hiss etdiyi kimi, bunun mənfi nəticələri də ola bilir. Çünki özünü aid hiss edən insan yanlış bir şəxsə, şəxslərə, yanlış bir qrupa aid hiss etsə, bunun nəticəsi zərərdən başqa bir şey olmaz. Hətta siz baxsanız, yeni dini cərəyanlar da belə yaranarkən, onların bir çoxunun yaranma səbəbi nə idi? Yeni dini cərəyanlar, xüsusən 20-ci əsrdə yaranarkən, yaranma səbəblərindən biri də onun üzvlərinə baxsanız, ictimai münasibətlər mövzusu burada önəmli idi və məhrumiyyətlər də çox önəmli idi. Yəni, bir insan özünü hansı bir qrupa aid hiss etmək istəyir, ictimai münasibətlərdə yaşadığı istər maddi, istər mənəvi məhrumiyyətlərini aradan qaldırmaq istəyir. O halda belə bir insan özünü bağlı hiss etmək istəyir. İnsan özünü lazımlı hiss etmək istəyir. Biz bunu daha çox danışırıq və danışmalıyıq. İnsan özünü harasa aid hiss edəndə özünü lazımlı hiss edə bilir. Məsələn, bir işçi bir müəssisəyə özünü bağlı hiss edir, misal üçün. Bu bağlılıq prosesi nə zaman baş verir? Həmin müəssisənin o özünü önəmli işçilərindən biri hesab etdiyi üçün ora bağlanmış olur ki, çünki o həmin müəssisədə özünü lazımlı hiss edir. Həmin ortamda, mühitdə özünü lazımlı hiss edir. Yəni, aidlik hissi insana bu kimi yaxşı şeylər bəxş edə bilir. Amma bəli, yeni dini cərəyanların da içində mənfi məqsədlə qurulmuş olan və özündə zərərli məqsədləri ehtiva edən qruplar ola bilir. Yəni, bir insan özünü aid hiss etmək istəyir. Niyə? Bəzən insan kifayət qədər sevgi görmür, kifayət qədər şəfqət və mehribanlıq görmür. Bunu da kompensasiya etmək üçün qərara gəlir ki, özünü aid hiss etsin. Və bu halda kimlərsə onu bu mənada inandırmış ola bilir.
missionerlik təbliğatı ilə məşğul olan zərərli yeni dini cərəyanların elə strategiyalarından da biri bu olub. Ki, belə insanları təsbit edirlər, istər maddi, istər mənəvi məhrumiyyətləri olan, ya ailə baxımından, ya cəmiyyətdə özünə yer edə bilməyən, yer tapa bilməyən, kimliyini tamamilə formalaşdıra bilməyən insanları təsbit etmək, onları qruplarına cəlb etmək və bununla da qrupun çevrəsini genişləndirməklə də yanaşı, belə insanları öz mənəvi hakimiyyətləri altında saxlamağı da biz müşahidə edə bilirik. Fərid müəllim, siz danışdıqca belə bir hadisə yadıma düşdü. İmam Əli əleyhissalam bir gün bir şəhərdən digər şəhərə gedir. Bildiyimiz kimi indiki dövrdə kimi deyil də bəzən bir şəhərə getmək üçün bir neçə gün vaxt lazım olurdu. Yolda getdiyi şəhərdən bir qrup insanla rastlaşır. Soruşur ki, bəs o şəhərdə vəziyyət necədir? Təbii ki, İmam Əli əleyhissalamın da soruşduğu orada dini vəziyyətin, İslam vəziyyətinin nə yerdə olduğudur. İmam Əli əleyhissalama deyirlər ki, ya Əli, orada namaz qılan yox, ibadət edən yox, heç kəs yox. İmam Əli əleyhissalam bir söz demir, yoluna davam eləyir. Növbəti bir qrupla yenə rastlaşır. Soruşur ki, orada vəziyyət necədir? Deyir, ya Əli, həmd olsun, insanlar namaz qılır, ibadət edir, hər şey öz qaydasındadır. İmam Əli əleyhissalam yenə bir söz demir, yoluna davam edirlər. Yanındakılar soruşurlar ki, ya Əli, bu necə olan bir şeydir ki, eyni şəhərdən gəlir. Amma biri bir söz deyir, digəri başqa bir söz deyir. Bunun səbəbi nədir? İmam Əli əleyhissalam deyir ki, insan özü necədirsə, ətrafı da elədir. Özü necədirsə, ətrafına baxdığı zamanda özündə olduqlarını onlarda görür. Yəni bu məsələnin də aidlik məsələsinə Əlbəttə sirayət edə bilərikmi? Bəli. Elə İmam Əli əleyhissalamın bir kəlamı da var ki, bildirir ki, qəlb özünə bənzəyən qəlbə meyl edər. Bu ifadə özündə bir həyatı ehtiva edir. İnsan yaşadığı zamanda da münasibət qurduğu insanlara diqqət etsəniz, kimin qəlbi kimə bənzəyirsə, onunla birgə olmağa çalışır və onunla daha çox zaman keçirməyə çalışır. Bu hər mənada belədir. Sizin elə demiş olduğunuz kimi, insan çünki özü kimi insanların axtarışında olur. Bəzən amma kimlik axtarışı da olur. İnsan özünün necə olduğunu bilmir. Çünki insan özünü tanımaya bilir. Ona görə elə Həzrət Əleyhisselam buyurdu ki, özünü tanıyan Rəbbini tanıyar. Belə olan halda da o artıq özünə qrup axtarır. Onun seçim kriteriyası belə olur ki, hansı qrupda mənə hörmət və ehtiram edəcəklərsə, mən öz hisslərimi bölüşə biləcəmsə, rahat olacamsa, o qrupa tərəf gedəcəm. Özüm uyğunlaşacam ora. Bəli, və siz baxın, hətta zərərli vərdişlərlə məşğul olan insanlar belə özlərinə uyğun insanları daha çox sevirlər. Yəni bu aidlik hissi ki var, bağlılıq hissi ki var. Bu hiss gərək müsbət mənada istifadə olunsun. Məsələn, mənəvi bir ruhani belə desək əlaqələr qurulursa, məsələn bir məsciddə namaz qılanlarla belə olmalıdır ki, mənəvi əlaqə qurulsun. Bu bağlılıq ağlı inkişaf etdirir. Çünki çox gözəl bir bağlılıqdır. Hətta hədislərimizdə var ki, məscidə gedən insanın 8 faydası var ki, məsciddən qaydanda onlardan da biri budur ki, möhkəm dost əldə eləyər. Yəni bu bağlılıq gözəl bir bağlılıqdır. Hətta insanları qoyaq qırağa. Məscidin özünə bağlılıq da gözəldir. Yəni burada bağlılıq deyəndə sadəcə insan nəzərdə tutulmur dediyimiz kimi. Bir yer də ola bilər, bir şəhər də ola bilər, hər bir yer ola bilər. Və buna görə insanın bu aidlik hissi insanın təbiətinə sirayət etmiş olur və insanın həyatında çox önəmli rol oynayır. Siz çünki baxın bu aidlik hissindən, insanların hansısa qrupa üzv olmaq istəyindən, indi biz bunu ad olaraq qrup deyirik də, 3-5 insanın bir-birinə yoldaşlığı da elə bir qrup deməkdir. Xüsusən sui-istifadə edilə bilir. İntihar kultları belə bu cür formalaşdırılıb, insanları belə desək, mənfi məqsədlər üçün istifadə edə biliblər. Hətta müqəddəs olan inancları, müqəddəs olan mənəvi yanaşmaları sui-istifadə edərək hansısa insanlara elə təqdim ediblər ki, insanlar həmin yanaşmaların o cür təqdim olunmasına görə mənfi bir xüsusiyyətlərə sahib olub və cəmiyyətə zərər verə biləcək davranışlar nümayiş etdiriblər. İnsan yaşadığı müddət boyunca daim kimlik axtarışında olur və onu qazanmağa çalışır. Fərid müəllim, bu təbiidirmi və aidlik hissi ilə kimlik axtarışı bir-biri ilə düz mütənasib, yoxsa tərs mütənasib anlayışlardır? Kimlik axtarışı ontoloji, yəni varlıq
baxımından özünü göstərir insanda. Hətta siz baxsanız ekzistensialist məktəbini, yəni varoluşçuluq deyək də, bu növ məktəblərin meydana gəlməsi də insanın kimliyi ilə əlaqəli idi. Çünki insan kimliyinin daxilində özünü kəşf etmək istəyir. Əslində baxsanız, əlbəttə düz mütənasibdir. Bir insan da gedib bir qrup üzv olanda, öz ətrafını formalaşdıranda, o ətrafının timsalında özünü də tanımış olur. Və siz baxın, ona görə Həzrət Peyğəmbər sallallahu bir hədisində buyurdu ki, yaxşı insanlarla yoldaşlıq edin. Yaxşı insanlarla yoldaşlıq etmək, ətir satanla yoldaşlıq etməyə bənzəyir. Sizə ətir verməsə də, ətrinin xoş qoxusu sizə dəymiş olacaq. Bu nə deməkdir? Bu deməkdir ki, insan ona görə bu aidlik hissi ilə əlaqədar bilməlidir ki, mənim bu hissim var və bu təbiidir. Ona görə insan bu hissin təbii olduğunu bildikdən sonra şuurlu şəkildə addımlar atmalıdır və öz çevrəsini də formalaşdıranda doğru şəkildə çevrəyə sahib olmalıdır və bilməlidir ki, bu onun kimliyinə təsir edir. Həmin o çevrə onun necə bir kimliyə sahib olmasına mütləq mənada təsir edir. Quran-ı Kərimdə buyurulur, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Fərid müəllim, Quran-ı Kərim və müqəddəs mətnlər bizə aidlik hissinə necə yanaşmalı olduğumuzu göstərirmi və kimlik inşa edərkən nələrə diqqət yetirməliyik? Bəli, çox gözəl bir sualdır. Bilirsiniz, biz Allahla görüşəcəyimizi bilirik və bizim yaşamamızın sonu Allahla görüşdür, liqaullahdır. Bu çox önəmli bir mövzudur. Allahla görüşəcəyimizi biliriksə, biz bilməliyik ki, aidlik baxımından əslində biz bu dünyaya aid deyilik. Bu dünya bizə xas bilir, müvəqqətidir. Hətta müvəqqətiliyi biz bəzən söz kimi deyirik. Qəlbimizin dərinliklərində olan o darıxmaqlıq hissi əslində bizim bura xas olmadığımızı bildirir. Biz bilməliyik ki, biz Allahın sevgisinin əsəri olduğumuz üçün Allah istəyir ki, biz ona doğru şuurlu şəkildə gedək. Quranda ayə var. Allah buyurur ki, Əleyhissallah bi kafin abdə. Məgər Allah öz bəndəsinə kifayət etmir? Allah öz bəndəsinə kifayət edir. Başqa bir ayədə də siz baxsanız, Allah mütəal buyurur ki, və ləqəd kərrəmnə bəni Adəm. Biz Adəm övladına dəyər verdik, kəramət verdik. Bütün bunlar insanın kimliyə sahib olması üçün sizcə kifayət deyil, kifayətdir. İnsanın aidlik baxımından doğru olanlara aid olması üçün, doğru dəyərlərə sadiq olması üçün kifayətdirmi? Kifayətdir. Allah bunları bizə niyə bir mesaj olaraq göndərir? Quran-ı Kərimdə buyurulur ki, öldükdən sonra mənə tərəf qaytarılacaq. Yəni insan bunu dərk edərsə Allaha aid olduğunu da anlayır. Olduğunu bilər, amma insana bəzən bu qeyri-müəyyən görsənə bilir. İnsan bildiyi həqiqətləri unutmağa meyillidir. Axı insan unutqandır. Ona görə insan bilir Allaha aiddir. Amma bu aidliyi unuda bilir. Unutduğu üçün günahlar edir. Mən əgər bir dostumla görüşə gedəcəmsə və görüş saatımı unutmamışamsa, ən yaxşı halımda istəyərəm ki, onun qarşısına çıxım. Amma təəssüf ki, biz bəzən, əlbəttə müqayisəsi doğru deyil, amma bəzən insanların çoxu Allahla olan münasibətdə Allahla görüşəcəyini bildiyi halda çox etinasız yanaşırlar bu görüşə. Halbuki aidlikləri, aid olmaq hissləri dostlarına daha azdır. Allaha çoxdur. Çünki onları Allah yaradıb və Allah yaratdığı zaman heç ətrafında dostları yoxdur. Və siz buna görə bilmək lazımdır ki, bilirsiniz, biz bunun üzərində yanaşmalıyıq ki, Allah bizi sevir və istəyir ki, biz hara aid olduğumuzu bilək. Bütün xeyir əməllərimizin mənası nədir ki? Bilin ki, siz bura aid deyilsiniz. Sizin aidliyiniz ən xoş olan, yer olan cənnət ola bilər. Allah bizi cəhənnəm üçün də yaratmayıb ki. Bu cənnət nə olan şeydir? Cənnət amma bizə maddi nemətlər veriləcək. Yox, əlbəttə bizim Qurandakı zehnimizin üstündə olan şeylər də orada var. Cənnət ona görə cənnətdir ki, o Allaha daha yaxın yerdir. Cəhənnəm ona görə cəhənnəmdir ki, Allaha uzaq yerdir. Bu da bir aidlikdir də. Fərid müəllim, Allahla mənəvi bağ qurmağa çalışan bir insan üçün aidlik haradadır? Cəmiyyətin gözündə, yoxsa Allah Taala'nın yanında? Siz bu ifadələri biz belə açıqlamalıyıq ki, Allah özü də Quranda buyurur ki, məsələn, fəstəbiqul xeyrat, xeyirli əməllərdə bir-birinizi ötməyə çalışın. Allah bizi cəmiyyətə yaxşılıq edən halda görmək istəyir, bu öz yerində. Cəmiyyətlə qaynayıb qarışacağıq, çünki axı insan ictimai bir varlıqdır.
tənha şəkildə yaşaya bilməz ki. Amma diqqətli olmalıyıq ki, öz kimliyimizi əritmiş olmayaq. Bir kimliyə sahib olmağa çalışaq. Həzrət Peyğəmbər sallallahu da buyurdu ki, Allah insanı azad yaradıb və insanı azad görmək istəyir. Əlbəttə, bu azadlıq nə deməkdir? Bu azadlıq odur ki, bəzən insanlar hansı qrupun içində sadəcə hisslərini bölüşə bildiyi üçün orada qalırlar. Orada onlara ehtiram edildiyi üçün qalırlar. Allah isə bildirir ki, bəzən elə qruplar ola bilər ki, sənə ehtiram edilər, amma ona görə yox ki, sən yaxşı insansan. Səndən sui-istifadə olunması üçün. Təkcə Allahdır ki, mümkün deyil ki, bəndəsindən fərqli şəkildə yanaşsın. Axı, Allah özü mütləq qüdrət sahibidir, ehtiyatsızdır. Bizim aidlik və bağlılığımız Allahın yanındadır. Ona görə Həzrət Əleyhisselam buyurdu ki, bütün ümidlərinizi pak olan Allaha bağlayın. Çünki Allahın xaricində başqa şeyə ümid bəsləyib və yanılmayan biri olmadı. Allaha bağlayın. Əlbəttə, həmrəy olun. Amma tam mənada həmrəng olmaq mümkün deyil. Çünki həmrəy olarsınız, elə yerə gəlib çıxar ki, bəzən o həmrəylik mənfi mənada həmrəylik kimi özünü göstərə bilər bir qrupun içində. Siz bilərsiniz ki, bu yanlış addımdır, amma ondan uzaqlaşa bilməzsiniz. Ona görə həmrəng olmaq başqa şeydir. İnsanlar həmrəng ola bilməzlər, hər kəsin öz rəngi var. Amma aidlik və bağlılıq Allaha olmalıdır və bu həqiqi bağlılıqdır. Niyə? Bir insanın bir insanla bağlılığı ola bilər ki, onun nə qədər imkanı varsa o qədər davam eləsin. Amma Allah axı bizə heç bir halda ehtiyatsız olduğu üçün bu növ, bu qəbildən yanaşmır. Ona görə Allahla aidliyimiz və bağlılığımız əbədi olaraq davam edir. Fərid müəllim, bayaq qeyd elədiniz Allahın insana verdiyi azadlıq. O azadlıq nədən ibarətdir? Bu azadlıq, biz bəzən azadlığı məhdudiyyətsiz güc kimi düşünmüş oluruq. Əksinə, azadlıq həddini bilməkdir. Azadlıq hər istədiyimi etmək deyil. Azadlıq əksinə, hər istədiyimi edə bilsəm belə, onu etməməyimdir. Biz bəzən azadlıq barəsində fərqli bir düşüncədə oluruq. Azadlıq budur ki, istədiyimi edəcəm. Yanlış verir. Allah məni azad yaradıb. Belə deyil. Allah məni azad yaradıb, amma bütün hər bir şeyin bir çərçivəsi var. Çərçivəsiz nə Allahın varsa, çərçivəsi. Allah özü məhdudiyyətsiz gücə sahibdir. Amma Allah hər bir şəxs üçün bir çərçivə, hər bir canlı üçün bir çərçivə təyin edibmi edib. Siz düşünün ki, günəş deyir ki, mən bugün çıxmıram. Mümkündür, yox, onun bir çərçivəsi var azadlığının. Və yaxud yağış deyir ki, mən yağmayacam. Mümkün deyil. Amma bəli, Allah təkcə insanı bir istisna edib ki, insana o çərçivəni biraz da ixtiyar verib. Bizim etiqadımız alın yazısına deyil. Bizim etiqadımız budur ki, Allah insana ixtiyar verib ki, insan bunu edə bilər, etməyə də bilər. Ağlı vasitəsilə. Bəli, indi müəyyən şeylər var ki, onlar təqdirdən ona toxuna bilmərik. Amma bizə bir ağıl və seçim verib. Amma bu demək deyil ki, mən bu seçimdən istifadə edib belə həmişə pis seçimlər edim. Bu doğru da deyil. Yəni buna uyğun olaraq azadlığı doğru şəkildə anlamağımız lazım. Bir çox insan deyir ki, məsələn, azadlıq budur ki, mən istədiyim hər bir şey edə bilərəm. Və kiməsə pislik də edə bilərəm. Bu azadlığımdır. Xeyr, bu azadlıq deyil. Allah azadlığı insana verəndə bunu bir nemət kimi verib. Amma bu nemət o nemət deyil ki, istədiyi eləyəsən. Pis mənada. Bu nemət o nemətdir ki, sən nəfsivə və heç kimə qul olmayasan və qul olmamaqla da yanaşı insanlara yaxşılıq eləyəsən və azad şəkildə düşünə biləsən və Allahı azad şəkildə sevə biləsən. Budur. Fərid müəllim, verilişimizə gəldiyiniz üçün, suallara ətraflı cavab verdiyiniz üçün İslam Deyici kollektivi adından sözlərin təşəkkürümüzü bildiririk. Mən də sizə təşəkkürümü bildirirəm. Allah mütəallıdan sizə müvəffəqiyyət arzulayıram. Çox sağ olun. Çox sağ olun. Kimliyini Yaradanın nurunda tapan əbədi bir səfərin yolcusudur. Allaha əmanət olun.